8 noyabr Zəfər günü münasibətilə Abşeron rayonunda möhtəşəm tədbir keçirilib. Tədbir xalqımızın qəhrəmanlıq səlnaməsini, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəni, dövlətimizin qüdrətini və xalqın birliyini bir daha nümayiş etdirib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, millət vəkilləri, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, eləcə də minlərlə rayon sakini iştirak edib. Bayram tədbiri Xırdalan şəhərində ucaldılmış Zəfər abidəsinin ziyarəti ilə başlayıb. Mərasim iştirakçıları abidənin önünə tər çiçəklər düzərək vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğul və qızlarımızın fədakarlığı bir daha dərin minnətdarlıqla xatırlanıb. Qeyd edək ki, 8 noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biridir. Bu gün Zəfər günü kimi əbədiləşib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazandı. Bu qələbə təkcə hərbi sahədə deyil, mənəvi, siyasi və milli ruh baxımından da xalqımızın gücünü bütün dünyaya göstərdi. Daha sonra tədbir Xırdalan şəhər Heydər Əliyev Parkında davam etdirilib. Burada Zəfər gününə həsr olunan möhtəşəm konsert proqramı təşkil olunub. Rəngarəng dekorasiyalar, dövlət bayraqları və zəfər simvolu ilə bəzədilmiş parkda böyük izdiham yaşanıb. Minlərlə tamaşaçının izlədiyi konsertdə ölkəmizin xalq və əməkdar artistləri, tanınmış ifaçılar və gənc musiqiçilər vətən, azadlıq, qəhrəmanlıq və zəfər mövzusunda mahnılar səsləndiriblər. Ruh yüksəkliyi, milli həmrəylik və qürur hissi konsert boyu tamaşaçıları müşahidə edib. Bildirilib ki, uzun illər boyu hər bir Azərbaycanlının ürəyində bir arzusu vardı. Torpaqlarımızın azadlığı. 30 ilə yaxın işğal altında qalan yurt yerlərimiz, məscidlərimiz, abidələrimiz və qəbirstanlıqlarımız düşmən tapdağı altında idi. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi bu həsrətin sonunu gətirdi. Cəmi 44 gün ərzində Azərbaycan ordusu rəşadətlə döyüşərək Şuşanı azad etdi. Düşməni diz çöktürdü və Azərbaycan tarixi zəfərini qazandı. Tədbir çərçivəsində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şəhid ailələrinin üzvləri ilə görüşdü. Onları Zəfər günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi daimi qayğıdan danışdı. İcra başçısı vurğuladı ki, bu qələbə Azərbaycan xalqının birliyi, Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılıb. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Şuşa şəhərinin azadlığı Azərbaycan xalqı üçün qürur, sevinç və fəxarət mənbəyidir. Bu təkcə bir şəhərin azad olması deyil, bütöv bir xalqın qəhrəmanlıq iradəsinin təntənəsi idi. Prezident İlham Əliyev həmin günü Zəfər günü elan etməklə xalqımızın yaddaşında əbədi bir tarix yaratdı. Zəfər günü bu torpağın övladlarına qürur, güvən və məsuliyyət aşılayan bir günüdür. Biz bu qələbəni qorumaq, şəhidlərimizin ruhuna layiq olmaq və daha qüdrətli Azərbaycan naminə çalışmaqla borcumuzu yerinə yetiririk. Tədbirdə qeyd olunub ki, Zəfər günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Onlar torpaq, vətən, bayraq uğrunda canlarını fəda edərək bu qələbəni bizə yaşatdılar. Azərbaycanın igid oğulları və qızları ölümün gözünə dik baxaraq tarixi adlarını qızıl hərflərlə yazdırdılar. Hər bir şəhidin, hər bir qazinin payı var bu zəfərdə. Bu tarixi qələbənin əsas memarı Azərbaycan xalqını bir amal uğrunda birləşdirən şəxsiyyət Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev oldu. Onun siyasi iradəsi, dəmir məntiqi, ordumuza və xalqımıza inamı zəfərin təməl daşı idi. Xalq bir yumruq kimi birləşdi. Qarabağ Azərbaycandır şüarı milyonların qəlbində əbədi səsləndi. Bugün Zəfər günü müstəqil Azərbaycanın gücünün, dövlətimizin əzəmətinin və xalqımızın sarsılmaz iradəsinin simvoluna çevrilib. Azad Qarabağda, bərpa olunan kəndlərdə, dirçələn şəhərlərdə üçrəngli bayrağımız qürurla dalğalanır. Bu qələbə nəsildən nəsilə ötürüləcək vətənpərvərlik dərsidir. Hər bir məktəbdə, hər bir evdə, hər bir Azərbaycanın qəlbində Zəfər günü milli qürurun, şəhid ruhuna ehtiramın və vətən sevgisinin təntənəsidir. Sonda Zəfər günü münasibəti ilə atəşfəşanlıq təşkil olundu. Göy üzünü bəzəyən parlaq rənglər xalqımızın sevincini, qürurunu və qələbə əzmini əks etdirdi.
Abşeron sakinləri Zəfər gününü böyük coşqu və qürur hissi ilə qeyd edərək şəhidlərimizin ruhuna bir daha ehtiramlarını bildirdilər. Tədbir Azərbaycanın müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sarsılmaz inamının nümayişi kimi yadda qaldı. Zəfər günü qəhrəmanlıq tariximizin parlaq səhifəsi, xalqımızın milli qürur gündür. Abşeron rayonu bu möhtəşəm günün sevincini bütün xalqla birlikdə vətənpərvəri ruhda qeyd etməklə bir daha göstərdi ki, Azərbaycan xalqı zəfər səlnaməsini daim qəlbində yaşadır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.